Heç həyatınızda belə böyük hot doglar yemisiniz? İndi deyəcəksiniz ki, bu qədər böyük sosisləri hardan tapmısan? Mənə elə gəlir ki, ölkənin ən ləzzətli sosisi sabun kabablıq olan sosisidir. Sosis ləzzət sözünün haqqını verir. Un, su, duz, maya, şəkər tozu, dur yağ və sudan ibarət yumuşaq bir xəmir yoğurdum. Xəmiri dəzgaha aldım ki, daha rahat yoğura bilim. Dəqiq miqdarları açıqlama bölümünə qeyd edəcəm. Xəmir yoğurmaq mənim üçün terapiya kimidir. Bəs sizə necədir? Türklər demişkən pürüzsüz xəmir yoğurmağı çox sevirəm. Xəmiri əlimlə yoğurmağı çox sevirəm. Biraz səbir tələb eləyir, amma nəticəsi gözəl olur. Mayalandıracağım qaba duru yağ əlavə edib xəmiri 1 saat yarım mayalandırdım. Mayalanan xəmiri yaxşı yoğurmalısınız, yoxsa bişintinizdən maya qoxusu gələcək. Budur qarşınızda ən ləzzətli sabun kabablıq sosisi. Əgər dadına baxmamısınızsa çox şey itirirsiniz. Xəmirimizi eyni bərabər kündələrə ayırırıq. Videoda gördüyünüz kimi uzun formada eləyib ortasını qayçı ilə kəsirik və sosisi kəsdiyimiz yerə əlavə edirik. Belə də 40 dəqiqə mayalanmalıdır. Bu arada həmin qayçını yalnız çörəklərə forma vermək üçün istifadə edirəm. Yumurta sarısını südlə qarışdırıb kənarlarına sürün. Öncədən isidilmiş 180 dərəcə sobada üzəri qızarana qədər bişməlidir. Sosislər bişəndə yağını buraxır, həmin yağla da hot dogun kənarlarını yağlayın. Soyduqdan sonra mayonez, ketçup, istəsəniz də xardalla servis edə bilərsiniz. İçərisi yumuşaq, pambıq kimi ləzzətli sosisin ahəngində ən dadlı big hot doglar.